Xeyir olsun dostlar. Bu dəfə sizə KitKat proqramı ilə qarışıq video və şəkillərdən ibarət video çarxı necə hazırlamasını anlatacağım. Çox adam əlbəttə ki bilir, lakin ətrafımda görən bilməyənlər hələ də var. Demək, proqrama daxil oluruq. Belə bir görüntü ilə qarşılaşırıq. Biz burada seçim etməliyik və istədiyimiz hansı mahnını xoşlayırıq və hansı şəkillərimiz hansı formada gələcəyini yəni ki özümüz təyin etməliyik. Bu əlbəttə ki zövq məsələsidir. Hər kəs öz mahnısını yəni ki seçə bilər. Bir məqamı da qeyd etməliyəm ki, aşağıda gördüyümüz kimi 56 saniyə, saat işarəsi var, 56 və 11 yazılıbdır. Burada 11 rəqəmi şəkillərin və videoların sayını, 56 rəqəmi isə saat isə 56 saniyəni göstərir. Yəni ki, 11 şəkil və video 56 saniyə ərzində səslənəcəkdir. Və yaxud digər videoya baxaq, 27 saniyə ərzində 11 şəkil və videodan istifadə edəcəyik. Və digərlər də belə. Və bir məqamı da qeyd etməliyəm ki, bəzən göy standart görürsüz, qarşısında bir ulduz işarəsi vardır. Bu onu bildirir ki, bu pullu proqramdır. Yəni məsləhət bilmirəm ondan istifadəni. Yəni kifayət qədər rahat istifadə olunacaq proqramlar da mövcuddur. Biz indi seçim etməliyik əlbəttə ki. İstəyərdim çox qısa video olsun ki, vaxtımız çox getməsin. Məsəl üçün bunu seçək. Demək, burada gördüyümüz kimi 8 şəkil və videodan və 21 saniyə ərzində istifadə olunacaqdır video çarxımızda. Və biz burada seçim etmək üçün göy düyməni basırıq. Və burada bizim şəkillərimiz, mən öncə istifadə elədiyimə görə şəkillər qalıbdır. Yəni sizdə boş olacaqdır. Burada settingi basırıq və burada sizin qalereyada olan şəkilləriniz burada açılacaqdır. Qaleriyadan yəni istədiyiniz şəkili, yəni buradakı şəkillərdən seçirik. Seçdikdən sonra hazırda aşağı düymədə, sağ düymədə hazırda basırıq və burada şəkillər açılıb. Burada istədiyimizi burada işarələyirik və aşağıda gördüyünüz kimi işarələdiklərimiz görsənir. Burada şəkillər də seçə bilərik. Məsəl üçün belə şəkillər. Mən də qarışıq standart şəkillərdən istifadə edirəm. İstədiyimizi bir neçə dəfə də istifadə eləyə bilərik. Bu zaman videonun arasında bunlar bir neçəsi qeyd olunacaqdır. Yəni təkrar qeyd olunacaq. Sonra bu göy düyməni basırıq və budur. Videomuz artıq hazırdır. Videomuz hazır olanda yükləməsini də göstərəcəm sizə. Bəzən, məsəl üçün, bu video getdiyi müddətdə istəyirik ki, videonun orta hissəsi burada bizdə göstərilsin. Bunu da qeyd edəcəm sizə. Demək, o zaman videonun üstünə basırıq. Belə bir görüntü alınır. Burada belə basırıq. Budur. Videonu məsəl üçün bu hissəsindən başlayacaq. Artıq ortadan bu hissəsindən başlayacaq. Və yaxud hər hansı bir şəklin istəyirik ki, bu şəkil çox qabağa gəlsin. Burada redaktravat eləyə bilirik. Redaktravat eləyə bilirik. Bu şəklin üstünə basaraq. Bunu məsəl üçün gözlərini, məsəl üçün də indi hər hansı başqa bir şəkildə ola bilər. Baxın, artıq bunu yalnız qabaqdan göstərir. Və sonra bunu eksport eləyirik. Burada bizə bir reklam çarxı gələcək, mütləq gəlir. Bunun sonuna qədər izləmək lazımdır. Heç bir hara çıxmayın. Sonunda ödül verəcək. Budur, reklam bitdi və ödül verildi. Çıxırıq və burada görürsünüz, eksport yazırıq. Və budur. Artıq videomuz yəni səxranit olunur. Və salam, bu qədər dostlar. Görüşərik yenə. Sağ olun.